2025-ci il may ayının 31-i. Əlimdə bir kitabla gəzirəm, oxuyuram. Mən bunu çox xoşlayıram. Gəzəndə adətən üzərində kitab götürüb oxuyuram və sevirəm bunu. İndi sizə bu kitabda oxuduğum bir fəsili danışmaq istəyirəm ki, həmin bu fəsil mənim beynimi çox dəhşət qarışdırdı, həddindən artıq qarışdırdı. Düşünürəm, yəni indi 10-15 dəqiqədə yürüyüb düşünəcəm. Bu fəsildə deyilənləri sizlə paylaşmaq istəyirəm. Fəsildə xatirələr və ilham haqqında danışır. Xatirələr və ilham. Və onların bizim həyatımızı nə qədər dəyişdirə bildiyini göstərir. Bizim həyatımızda nə qədər təsirə malik ola biləcəyini göstərir. Xatirələr deyəndə nəyi nəzərdə tutur, bir də ilham deyəndə nəyi nəzərdə tutur, onu mən sizə danışım. Xatirələr deyəndə uşaqlıqdan bəri beynimizdə yaradılmış, şuur altımıza yerləşdirilmiş bəzi proqramlar vardı. Həmin proqramlar tutaq ki, hər hansı bir qoxunu hiss eləyəndə səni instinktiv olaraq acmağa və o yeməyi gedib yeməyə tutaq ki, aparır. Yəni bunlardır da bizim adətlərimizdir. Qısaca desək bizim adətlərimizdir. Həmin adətlər bizim şuur altımıza yerləşdiyi üçün bəzən hərəkətlər eləyirik və o hərəkətləri biz tam olaraq necə elədiyimizi, niyə elədiyimizi başa düşmürük. Tutaq ki, işə gedirsiniz. Həmişə bir yolu tutub gedirsiniz və işə gəlib çatanda heç özünüzə sual vermirsiniz ki, mən nətər gəldim, çatdım bura. Bax, həmin bu şey xatirələrdən yaranır. Xatirələrdən yaranır və proqramlaşdırıldığı üçün bizim şuur altımıza, onun üzərində bizim çox böyük bir kontrolümüz yoxdur. Yəni bizi o idarə edir. İkinci olaraq da deyir, ilham deyir. İlham. Azərbaycan dilinə tərcümə edəndə elə olur. Bu ilhamın nə olduğunu izah edir. İlham qısacası burada bizə yüksək şuurdan, yəni şuur altıdan yox, yüksək şuur haqqında danışır. Yüksək şuurdan gələn və bizim eləyəcəyimiz halda bizim üçün yaxşı ola biləcək hər hansı bir fikirlərdir deyək. Tutaq ki, bir də görürsünüz, bir ilham gəlir, kitab yazmaq istəyirsiniz. Məşq eləmək istəyirsiniz. 2 saniyəlik, 3 saniyəlik, bax, həmin o fikir gəlir. Və adam izah edir ki, həmin o ilham gələndə bizim heyf ki, azad iradəmiz çox vaxt bizə qarşı oynayır. Yəni biz bilsək də ki, tutaq ki, səhər tezdən mən 5-də durub qaçanda ilham gəlibdir də, bunu eləyirsən. Bu sənin üçün müsbətdir. Buna rəğmən sənin azad iradən və eyni zamanda o şuur altında olan proqram sənə icazə vermir ki, durub bunu eləyəsən. Kitab yazmaq istəyirsən və yaxud da bir ilham gəlibdir, orada durub yazmaq istəyirsən, amma yazmırsan. Və həmin bu oxuduğum iki məlumat məni nə üçün belə təsirləndirdi? Çünki dostlar, mən oxuya-oxuya öz həyatımı biraz analiz elədim. Gördüm ki, həyatımda həqiqətən, bax, indiki vəziyyətə gəlməyimdə, mən bilirsiniz də, Fransada yaşayıram, neçə illərdir. Burada çoxlu uğurlar qazanmışam. İnşallah digər videolarda bütün uğurları yavaş-yavaş danışacağam. Hekayə şəklində qalsın burada. Bütün bu uğurların hamısını həmin o ilham sayəsində qazanmışam. Yəni həmin o fikir gəlir, bir istək kimi bir şeydir. Gələndən sonra əgər ona əməl edirəmsə, həmişə bir müsbət bir şey başıma gəlir. Amma əgər o fikir gəlirsə, ya qorxuramsa, ya nə bilim, tənbəllik eləyib o fikrin arxasınca getmirəmsə,
Hə, 100% sonra peşman oluram. Yəni 99% belə, o 100%. Hə, bu mənim həyatımda çox vaxt başıma gəlibdi. Həmin bu peşmançılıqlarım. Tutaq ki, bir şans gəlib çıxıbdı düz qarşıma. Mənim azad iradəm, misal tam olaraq verməyəcəm, azad iradəm məni qorxudubdu və həmin o ilhamın arxasınca getməmişəm. O ideyanın arxasınca getməmişəm. Sonra 1-2 il keçəndən sonra görəndə ki, o ideyanı tutaq ki, başqa bir adam ortaya qoyub və çox böyük bir uğur qazanıb. Hə, onda mənə dan gəlibdi ki, ayda və sən bunu niyə eləmədin tutaq ki? Hə, belədir. İndi bu kitabı oxumağa davam edəcəm. Kitabın adı Joe Vital Zero Limitdir. Fransızca oxuyuram mən kitabları. Azərbaycanca kitab almışam, hələ oxumamışam. Hə, ancaq fransızca ya da ingiliscə oxuyuram. Bir də türkcə oxuyuram, hə. 3 dildə oxuyuram, Azərbaycanca hələ başlamamışam da dediyim kimi. İnşallah o da olacaq. Bu qədər. Bu videonun əsas məramı bu idi ki, sizə bu kitabın içərisindəki 2 məhfumun mənə nə dərəcədə təsir elədiyini paylaşım. İlhamla xatirələr. Şuur altımızda proqramlanmış xatirələr. Hə, bunu paylaşmaq istəyirdim və öz təcrübəmdən də sizə bildirmək istəyirdim ki, həqiqətən bu düzdür. İndi bu kitabı axıra çatdıranda yəqin ki öyrədəcəkdir mənə ki, insan xatirələrini necə idarə eləyə bilər, insan şuur altısını necə idarə eləyə bilər ki, sadəcə ilham fikirləri ilə irəliləsin deyə. Hə, yəni kitabın əsas məqsədi odur. Ondan sonra da pulum olsa bunun içərisində bir metod yazır. O metodun 2 illik dərsi vardı. Elə bu şuur altında yerləşmiş bu proqramlardır, bu xatirələrdir. Bax, bunları elə bir sıfırlayıb yeni bir həyat yaşamaq üçün, ilham üzərinə qurulmuş bir həyat yaşamaq üçün. Hə, biraz bahalıdır, 600 avrodur. Bizim pulla 1000 manat eləyir. Pulumu yığıb, inşallah ona qatılmaq istəyirəm gələn il falan. İtaliyada olur, ingiliscə olur. O vaxta kimi ingiliscəmi də biraz inkişaf elətdirərəm. Hə, belə dostlar, yaxşı. İndi sizə görüm böyütmək olur, yoxsa yox. Elə görüm böyütmək olmur. Buranı göstərmək istəyirəm. Çox maraqlı bir yerdir, bizim universitetin həyətindədir. Keçən dəfə də sizə göstərmişdim bu kitabxana. Kitabxana buradır. Burada gəlib otururam çox vaxt. Orada gedib oturub kitab oxuyuram. Yəni mənim həyatım budur da. Çıxıb gəzməkdir, kitab oxumaqdır, məşq eləməkdir, işləməkdir. Bir də vaxt olanda xarici ölkələri gəzməkdir. Başqa heç nə. Və çox xoşbəxtəm.